Quran Sad suresi. Allah, ey iblis, qüdrətimlə yaratdığıma səcdə etməməkdə səni vadar edən nə idi? Özünü üstün mü tuttun, yoxsa sonsuz böyüklük eşqinə mi düşdün? Dedi, iblis, mən ondan daha üstünəm. Məni oddan, onu balçıqdan yarattın, dedi. Allah, çıx rəhmətimdən, sən qovulanlardansan. Cəza gününə qədər lənətim sənin üzərinə olsun, dedi. İblis, ey Rəbbim, təkrar diriliş gününə qədər mənə möhlət ver, dedi. Allah, işte o bəlli vaxtın gələcəyi günə qədər sən möhlət verilənlərdənsən, dedi. İblis, sənin şanına and olsun ki, ixlaslı qullarından başqa onların hamısını yollarından azdıracağam, dedi. Allah, həqiqət budur və mən həqiqəti söyləyirəm. Əlbəttə, sən və sənə tabe olanların hamısını cəhənnəmə dolduracağam, dedi.